Bugün funksiyalar mövzusunu yekunlaşdırmağa çalışacağıq və bunun üçün bir neçə xüsusi funksiya tipindən danışacağıq. Daha sonra isə onlara bəzi suallara baxacağıq. Deməli, birinci danışacağımız funksiyalar modul funksiyalardır. Modul funksiyaları hamının bildiyi şəkildə y modul x formasında olanlardır. Ümumi şəkli, yəni ən sadə forması belədir. Bu modulun içində istər kvadratik, istər xətti ifadələr ola bilər. Modul funksiya ümumi şəklində, yəni bu ən sadə şəklində qrafiki iki dənə düz xətt formasındadır. Bunlar sıfır nöqtəsində koordinat başlanğıcında kəsişir. Modul funksiyanın təyin oblasti hər şeydir. İstənilən qiymət ala bilir x. Qiymətlər oblasti isə modul funksiya sıfırdan böyükləri, yəni sıfırda daxil olmaqla istənilən müsbət qiymətlər ala bilər. Biz modul funksiyanın qarşısına mənfi atsaq, bu zaman qrafiki tam əksinə çevrilir və bu formada olacaq. Bundan sonra danışacağımız isə y bərabərdə a üstü a x üstü n formasında olan funksiyalardır. Bu funksiyaları biz əslində iki qrupa bölə bilərik. N-in tək və n-in cüt olduğu hallar. Əgər n təkdirsə, əgər n cütdürsə, n tək olanda bilirik ki, a vur x üstü n şəklində olan funksiyalar hamısı tək funksiyalar olacaq və onların qrafiki bu formada olacaqdır. Bunların da ən sadə şəkli kubik funksiyadır. Y bərabərdir x kubu funksiyasını nümunə göstərmək olar. Görürük ki, əgər a müsbətdirsə və n təkdirsə, qrafikimiz birinci, üçüncü qruplarda yerləşir, artan funksiya olur. Təyin oblasti və qiymətlər oblasti hər şey olacaq. Amma a mənfi olan halda, məsələn, bura mənfi atsaq, mənfi x kubu olsa, onda qrafikimiz yəni əksinə çevrilir və ikinci, dördüncü qruplarda yerləşir. Bu halda isə azalan funksiya olacaq. İndi n-in cüt olduğu funksiyalara baxaq. Qeyd etdiyim kimi, n-in tək olduğu hallarda təyin oblasti və qiymətlər oblasti hər şeydir. N cüt olanda isə bu funksiyaların ən sadə forması parabol olur, y bərabərdir x kvadrat və bu funksiyanın qrafiki də birinci, ikinci qruplarda yerləşir. Təyin oblasti hər şeydə istənilən qiymət ala bilər, çünki çox adlı şəklindədir. Qiymətlər oblasti isə sıfır, müsbət sonsuzluq olacaq. Bu halda da əgər biz a-nı mənfi eləsək, yəni əmsalımız mənfi olsa, onda qrafik tərsinə çevrilmiş formada dayanacaq. Bu funksiyaların da təyin və qiymətlər oblastını dediyimizə görə növbəti funksiya tipi olan hiperbolaya keçə bilərik. Hiperbola funksiyaları k bölünsün x üstü n şəklində olur. Bu funksiyalarda n-in təkliyinə və cütlüyünə görə iki yerə bölünür. Əgər n təkdirsə, funksiyanın qrafiki birinci və üçüncü qruplarda yerləşir. Bu qrafik bizə hardan tanışdır? Tərs mütənasib asılıqdan. Bu qrafiki biz çox görmüşük və ən sadə forması y bərabərdir 1 bölünsün x şəklində olur. Əgər n cütdürsə, bu funksiya y bərabərdir 1 bölünsün x kvadrat şəklində olur və birinci, ikinci qruplarda yerləşir. Qeyd etdiyim kimi, bu hiperbola funksiyasının təyin və qiymətlər oblasti sıfır istisna olmaqla hər şeydir. Yəni yaza bilərik ki, df bərabərdir mənfi sonsuzluq 0, birləşmə 0, müsbət sonsuzluq. Eynincə y-ə də aiddir. Təyin oblasti və qiymətlər oblasti bərabər olacaq. Bundan sonra danışacağımız isə kök altda olan funksiyalardır. N-in tək və cüt olduğu hallara baxmalıyıq. Bu funksiyalarda danışmalı olduğumuz əslində çox şey yoxdur, çünki qaydaları sadədir. Parabola kimi çox da dərinliyə enmirik, amma suallar üzərində işləyəndə müəyyən problemlər ortaya çıxa bilir. Deməli, kök altda n-ci dərəcənin fx funksiyası. Əgər n təkdirsə,
Funksiyanın qrafiki bu formada olur və ən sadə forması kök altda 3-cü dərəcədən x-dir. En cüt olanda isə funksiyanın qrafiki bildiyimiz kök funksiya olur və bu formada davam edir. En tək olanda bizim təyin oblası üçün xüsusi bir məhdudiyyətimiz yoxdur. Yalnız kökün altında olan fx-in təyin oblasını gözləməliyik. Qiymətlər oblasında istənilən hər şey olur. Amma en cüt olanda biz qiymətlər oblasını 0, müsbət sonsuzluq şəklində götürməliyik. Təyin oblasında da eyni şəkildə kökün altının müsbət olmasını gözləməliyik. Bundan sonra danışacağımız digər sadə bir funksiya kəsr tam funksiyalarıdır. Kəsr hissə, tam hissə funksiyaları. Bilirik ki, kəsr hissə ədədin tama yerləşməyən hissəsidir. Məsələn, 5,3-də kəsr hissəmiz 0,3-dür. Tam hissəmiz isə 5-dir. Bu funksiyaların da qrafikləri tam hissə funksiyasında məsələn, bu şəkildə ola bilər. Daha sonra danışacağımız növbəti mövzu isə mürəkkəb funksiyalar haqqındadır. Mürəkkəb funksiyalar əslində qeyri-adi bir şey deyil. İndiyə qədər öyrəndiyimiz bütün funksiyalar mürəkkəb funksiya kimi şəklində yazıla bilər. Mürəkkəb funksiyalar f daxilində gx formasında yazılır. Bu yazılış çətin görsünə bilər, amma arxasında asan məntiq dayanır. Məsələn, gx-i biz kx üstəgəl b şəklində götürsək, tutaq ki, fx də bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c. Bizə desək ki, f j 5-i tap, əvvəlcə 5-i gətirib burada x-in yerinə qoyuruq və x-in qiymətini hesablayırıq, j 5-in. Daha sonra həmin tapdığımız j 5-in qiyməti f-in daxilindədir görə, gətirib f-in yerini, burada x-in yerində qoyub f-in ifadəsində hesaplamalıyıq. Və mürəkkəb funksiyalar mövzusu da bu qədərdir. İndi bayaq danışdığımız mövzulara aid 2 dənə sual hazırlayaq. Birinci sualda bizə verir ki, y bərabərdir kök altda x kvadrat üstəgəl 4x üstəgəl 20 funksiyası və bu funksiyanın qiymətlər oblası və təyin oblasını bizdən soruşur. Bayaq danışdıq ki, kökün dərəcəsi əgər cütdürsə, bizim təyin oblasımızı yazanda funksiyanın kökün altının, yəni funksiyanın için x kvadrat üstəgəl 4x üstəgəl 20 hissəsinin 0-dan böyük bərabər götürməliyik. Bütün cüt dərəcəli köklərə bu xassə, bu qayda aiddir. İndi isə baxaq ki, bu diskriminantını hesablasaq nə olur? 4-ün kvadratı çıx 4 vur 20 və ifadə 0-dan kiçik edir. Əgər çox hədinin, kvadratik çox hədinin diskriminant 0-dan kiçik və A-sı, yəni baş həddin əmsalı müsbətdirsə, onda bu halda həmin çox həddə istənilən qiymətdə x-in istənilən qiymətindən müsbət qiymət olacaq. Yəni bizim funksiyanın təyin oblasında qorxulası bir şey yoxdur. Funksiyanın təyin oblası hər şeyi ala bilər. Niyə? Çünki bizdə kökün altını mənfi edən bir x yoxdur. Bundan başqa qiymətlər oblasını tapmalıyıq həmin sual üçün. Qiymətlər oblasını tapanda biz tam kvadrat ayırma üsulundan istifadə edə bilərik. X kvadrat üstəgəl 4x. Bu bizdə oxşuyur x üstəgəl 2-nin kvadratına. Bu kvadratik ifadəni açanda nə olur? X kvadrat üstəgəl 4x üstəgəl 4. Və 20-yə tamamlamaq üçün bizdə 16 lazımdır. Deməli, ifadəni bu formada yaza bilərik. X üstəgəl 2-nin kvadratı üstəgəl 16. İndi bu ifadənin qiymətləri oblası isə kökün kvadratik ifadənin için 0 eləməyə baxmalıyıq. X bərabərdir mənfi 2 olanda, deməli, y bərabərdir kök altda 16 olur. Niyə? Çünki bu isə 0 olur. Və y-in ən kiçik qiymətini 4 tapır. 16-nın kökə salanda 4 edir və y-in ən kiçik qiymətini 4 tapır. Bundan sonra isə ifadənin qiymətlər oblasını biz 4 müsbət sonsuzluq kimi götürə bilərik. Niyə? Çünki bu kvadratik ifadənin ən kiçik qiyməti 16-dır. Kökdən çıxanda 4 edir. Və ifadənin 4-dən kiçik qiymət alması mümkün deyil. Ona görə də qiymətlər oblası 4 müsbət sonsuzluq şəklində götürülür. İkinci sualda isə bizə deyir ki, x bərabərdir 3x çıxan 1, j
3x üstəgəl 2 bərabərdir 2x üstəgəl 5. F(j) 8-i istəyir. Adətən burada biz x-i görməyə öyrəşmişik. Yəni indi 3x üstəgəl 2 var, amma bu böyük problem deyil. Biz də j8-i tapmalıyıq ilkin olaraq. Buna görə də 3x üstəgəl 2-ni mən 8-ə bərabər edirəm. Buradan tapıram ki, x bərabər imiş 2. Deməli, biz x-ə 2 verəndə nə olur? j8 bərabərdir 2 vur 2 üstəgəl 5, 9-a. Deməli, bizə f(j8-i istəyəndə əslində də f9-u istəyirmiş. Bu da nə olur? 3 vurulsun 9 çıx 11 bərabərdir 16. Deməli, mürəkkəb funksiyalar belə soruları addım-addım, sizdən başlayaraq həll etmək mümkündür.